Salam dostlar, hər vaxtınız xeyirli olsun. Masazır qəsəbəsində 2-ci Araq marketin arxa hissəsində təqribən 150 metr məsafədə apartman tipli binanın 4-cü mərtəbəsində 2 otaqlı 42 kvadrat metr yaşayış sahəsi olan yenicə təmirdən çıxmış mənzilimiz satışdadır. Su işığı var, qaz hələ ki yoxdur, yəni çəkiləcək. Durum budur, yəni təmir budur. Binanın da, apartmanın da alt hissəsində böyük bir market var. Yaşayış var binada. Proyekt necədir? Giriş qapısıdır, dərhal mətbəxdir. Xəttlər hamısı çəkilib. Solda sanitar qovşağıdır. Təmir olunub, aksesuarlar qalacaq. Mənzildə çatmayan qapılarda dəyərli izləyicilərimiz, burada 2 variant var. Həmin məbləğin içində sahibi qapı qoyub da verir, yaxud da ki, öz zövqünüzə uyğun istəsəniz, o məbləğdən, yəni satış qiymətindən çıxılacaq qapıların pulları. Bir otaqdan balkona çıxışdır. Qiymət 50.000 manatdır. Kombi xətlərinə qədər çəkilib hamısı. Burada bizim birinci otağımız. Qiymət münasibdir. Axırıncı mərtəbədə ancaq görürsün mansar deyil, üst qatda da yer var. Yenicə bitib, bəzi işlər də qalıb, yəni tamamlanma işləri qapıdır. Bir daha təkrar edirəm, qırağan plintuzlarıdır. Qalan yəni, aksesuarlardır, onu müştəri, yəni sahibi öz zövqünə uyğun alıb qoyacaq. 42 kvadrat 4-ün 4-ü 50.000 manat. Real alıcılara ola bilsin ki, məbləğdən cüzi endirim oldu. Yəni ehtimal, amma ki 50.000 manatla satışdadır. Bir daha təkrar edirəm, aydınlıq olsun deyənə qiymətdə, yəni bu qapılarda qoyulub veriləcək və yaxud da ki, öz zövqünüzə, öz istədiyinizə qapını istəsəniz, məbləğdən hesablanıb çıxılacaq. Başqa suallarınız olarsa, buyurun müraciət edin. Sağ olun, sağlıqla qalın.